Bugünkü mövzumuz quantifiers, kəmiyyət bildirən sözlərdir. İlk öncə onu qeyd edək ki, many, few, a few üstəgəl sayılan cəmsim gəlir. Məsələn, many books, few books, much, little, a little üstəgəl sayılmayan tək isim işlənir. Məsələn, much milk. A lot of-dan sonra isə hər ikisi gələ bilər. Many, much çox deməkdir. Few, a few, little, a little az mənasında işlənir. Amma few və a few arasında, həmçinin little və a little arasında fərq var. Fərqlər eynidir. Little yetərsizdir, həmçinin few da yetərsizdir. A little və a few-də isə biraz nəsə yetərli var. Məsələn, for example, I have a little time. Mənim biraz vaxtım var. I can help you. Sənə kömək edə bilərəm. Yəni, yetərli qədər vaxtım var. I have little time. I can't help you. Mənim çox az vaxtım var. Mən sənə kömək edə bilmərəm. Only-dən sonra və just-dan sonra a few ya da a little gəlir. Məsələn, düşünün ki, imtahanda belə bir ifadə düşüb. Only 3. books. Biz avtomatik bilməliyik ki, only-dən sonra ya a few ya a little gəlir. Sonra baxıram, nöqtədən sonra gələn ismə books cəmdədirsə, deməli bilirəm bu sayılan cəmsimdir. Buna görə a few götürürük. Əgər 3 nöqtədən sonra məsələn milk varsa, sayılmayan isim varsa a little götürürük. To və very'dən sonra isə many, few, much, little, yəni e olmayanlar gəlir. Daha sonra so məsələsi. So normalda özündən sonra sifət və ya zərf alır. Məsələn, so beautiful. Such isə normalda özündən sonra ya tək isim alır və yaxud da ki, sifət isim. For example, such boy, such nice boy. Belə oğlan, belə qəşəng oğlan. Kəmiyyət bildirənlərdə hansılar gəlir? So-dan sonra many, few, little, much. Such-dan sonra isə a lot of gəlir. Amma bəzi yerlərdə such little boy ifadəsini görə bilərsiniz. Bəzən uşaqlar deyir ki, müəllimə dedi ki, such-dan sonra a lot of gələr. Bəs niyə burada little gəlib? Çünki buradakı little balaca mənasını bildirir. Belə balaca oğlan. Bu qaydada, yəni bu qaydanı işləyən zaman topluda another hissələri də var. Düzdür, bu əvəzi dərsində keçirilib, amma bir də izah edirəm ki, toplu işlənən zaman problem olmasın. Another üstəgəl sayılan tək isim olur. Məsələn, another book. Other bir də the other-dan sonra isə hər iki tip gələr. Yəni, sayılan cəm də olar, sayılmayan tək də olur. Other bir də the other-dan sonra isə ümumiyyətlə isim gəlməz. Xəbəri amma cəmdə olur. Some, any, no-dan sonra hər iki tip gəlir. Həm sayılan, həm sayılmayan. Some, any, no-dan sonra article olmaz. Bu səbəbdən, yəni some, any, no-dan sonra the other, the others, another olmaz. Çünki another-da an article üstəgəl other-ın birləşməsindəndir. Each, every və one üstəgəl tək isim sayılan işlənir. For example, each book, every year. A number of, the number of, a number of, the number of. Hər ikisindən sonra cəmsim gəlir. A number of-dan sonra cəmsim, cəm xəbər, the number of-dan sonra isə cəmsim, tək xəbər işlənir. Lots of, plenty of, several. Bunlar özündən sonra cəmsim, sayılan cəmsim alırlar. Enough məsələsində enough-dan sonra isim gəlir, sifətdən sonra enough gəlir. Məsələn, kifayət qədər vaxt demək istəyəndə deyirəm ki, enough time. I have enough time. Mənim kifayət qədər vaxtım var. Kifayət qədər gözəl, beautiful enough. O kifayət qədər gözəldir, she is beautiful enough. A lot və else-dan sonra isim gəlməz. Bir də more var. More, much və many-nin müqayisə dərəcəsidir. Daha çox mənasını bildirir. Yəni, bu səbəbdən more-dan sonra həm sayılan, həm də sayılmayan isim gələr. Fewer, few-nun müqayisəsi, less-dəki little-ın müqayisə dərəcəsidir.